Getdi irəli. Dərsimizin adını qoyuruq tabeli mürəkkəb cümlə. Deməli uşaqlar, nədir tabeli mürəkkəb cümlə? Tabeli mürəkkəb cümlədə cümlələr qrammatik cəhətdən bir cümlə digər cümlədən asılı olur. Qrammatik cəhətdən bir cümlə digər cümlədən asılı olur. Yadınızda saxlayın. Yəni bu cümlələrin, bu tabeli mürəkkəb cümlənin komponentləri bərabər hüquqlu ola bilməzlər. Təbii ki, tabeli mürəkkəb cümlə də sadə cümlələrin birləşməsindən istifadə olunur və tabeli mürəkkəb cümlə formalaşır. Sadəcə olaraq cümlənin biri digərindən asılı olur. Deməli uşaqlar, nümunə olaraq yazıram. Məsəl üçün, biz öyrəndik ki, bu yalandır. Göz uşaqlar, nədir yalandır, nə bu, nə etdiyi öyrəndik, kim biz. İki qrammatik əsası var. Ki var, ki'dən sonra vergül var, cümlə tabeli mürəkkəb cümlədir. Biz öyrəndik ki, intonasiyaya baxın, biz öyrəndik ki, nəyi, bunun yalan olduğunu, bu yalandır. Yəni burada biz öyrəndik ki deyib cümləni yekunlaşdırmaq olmaz. İntonasiya ona icazə vermir. Mütləq özündən sonra bir cümlə gəlməlidir. Və buna əsasən də cümlənin biri əsas cümlə olur, biz ona baş cümlə deyəcəyik. Cümlənin biri isə aslı cümlə olur, biz ona budaq cümlə deyəcəyik. Yəni budaq cümlə baş cümlədən asılı olur. Bəs bunu necə başa düşək biz uşaqlar? Ümumiyyətlə budaq cümlə deyəndə nəyi başa düşməliyik biz? Yadda saxlayın ki, budaq cümlə baş cümlədəki əsasən, baş cümlədəki buraxılmış cümlə üzvünü izah edir. Buraxılmış. Məsəl üçün uşaqlar, bir dənə adi cümlə yazıram. Onun bu işi bacaracağına əminəm. Əminəm uşaqlar nəyə? Onun bu işi bacaracağına. Cümlədə nə var? Cümlədə tamamlıq var və xəbər var. İndi bu cümlədə tamamlığı buraxıram. Yazıram ki, əminəm ki, fikir verin uşaqlar. Əminəm nəyə? Onun bu işi bacaracağına. Əminəm ki, nəyə? Əminəm ki, o bu işi bacaracaq. Sizə uşaqlar. Gördünüz? Bax, bu sadə cümlədir. Primitiv, sadə cümlədir. Bu artıq tabeli mürəkkəb cümlədir. Fikir verin, baş cümlədən mən tamamlığı götürdüm və budaq cümlə həmin tamamlığı artıq izah elədi mənə. Yəni, baş və budaq cümlə bu formada formalaşır və budaq cümlə baş cümlədən asılı olur. Ox işarəsi də bu formada göstərilir. Budaq cümlədən baş cümləyə tərəf. Yəqin ki, burada hər hansı bir problem yaranmayacaqsa. Yəni, bu çox primitiv bir şeydir əslində budaq cümlənin buraxılması. İndi uşaqlar, bəs budaq cümlə baş cümləyə hansı vasitələrlə bağlanır? Budaq cümlə baş cümləyə. Birinci vasitəmizin adını qoyacağıq bağlayıcılar. Bağlayıcı. Bağlayıcı söz falan yox, sırf bağlayıcı. Özdə hansı bağlayıcılar uşaqlar? Tabelilik bağlayıcıları. Tabelilik bağlayıcıları. Tabelilik bağlayıcıları. Bu haqda nə bilməliyik? Ümumiyyətlə, yadda saxlayın ki, bax, burada mötərizə daxilində yazıram. Budaq cümlədə işlənir. Budaq cümlədə olur. Yəni uşaqlar, əgər cümlədə bağlayıcı görürsünüzsə, bilin ki, hansı cümlədədir ki, bağlayıcı? Budaq cümlə həmin cümlədir. Yeganə istisna var. İstisna ki tabellik bağlayıcısıdır uşaqlar. Ki tabellik bağlayıcısı əsasən baş cümlədə gəlir. Nəzərinizdə qalsın. İndi uşaqlar qruplaşdıraq, sonra belə deyək, nümunələr göstərəcəm sizə. Birinci olsun bizim üçün aydınlaşdırma bağlayıcıları. Aydınlaşdırma və
Hə, aydınlaşdırma və səbəb bağlayıcıları. Səbəb bağlayıcıları. Əgər bir cümlədə aydınlaşdırma və səbəb bağlayıcısı varsa, uşaqlar, yadda saxlayın. Birinci baş cümlə gələcək, əsasən, bu hər zaman belə deyil, əsasən. Birinci baş cümlə gələcək, sonra budaq cümlə gələcək. İndi nümunələr verirəm. Mən düşünürəm ki, sən oxuyacaqsan. Yəni, sənin oxuyacağını düşünürəm. Mən düşünürəm ki, sən oxuyacaqsan. Ki-ni gördüyüm uşaqlar. Dediyimiz kimi, ki əsasən baş cümlədə işlənir. Deməli, bu baş cümlədir. Bu da budaq cümlədir. Nəyi düşünürəm? Buraxılmış tamamlığı izah edib bizim budaq cümləmiz baş cümlədəki. Bu aydınlaşdırma. Sonra səbəblə bağlı bir şey yazaq. Məsəl üçün, uşaqlar ağlayırdı. Uşaqlar ağlayırdılar. Çünki onları danlamışdım. Yəni, uşaqları danladığıma görə uşaqlar ağlayırdı. Fikir verin uşaqlar, çünki var burada. Deməli, birinci baş cümlə işlənib, sonra budaq cümlə işlənmişdir burada. Ümumiyyətlə, səbəb bağlayıcıları, ümumiyyətlə də uşaqlar dediyimiz kimi, bağlayıcılar budaq cümlədə işlənir. Bax, görürsünüz, çünki burada var, deməli, budaq cümlədir. Ki istisnadır, ki baş cümlədə işlənə bilir. Bəs ki həmişə baş cümlədə işlənir, uşaqlar. Xeyr, ki baş cümlədə həmişə işlənmir. Yadınızda saxlayın. Ki olan cümləyə, əgər yenicə, indicə və təzəcə sözlərini əlavə eləyirsinizsə, o zaman birinci budaq cümlə, sonra baş cümlə gəlir. Bu kitabın verdiyi bir, deyək ki, qaydadır. Mən sizə deyirəm ki, uşaqlar, daha rahat olmaq üçün. Əgər ki varsa, ki-nin yerinə anda, əndə feili bağlama şəkilçisini qoyun. İki qaydanın ikisini də nəzərdə saxlayın. Bu qayda ödəniləcəksə, birinci budaq cümlə gələcək, ikinci baş cümlə gələcək. Digər istənilən halda ki varsa, birinci baş cümlədir, sonra budaq cümlədir. Məsəl üçün, deyirəm ki, dərs oxumağa başlayırdım ki, film başladı. Baxın uşaqlar. Dərs oxumağa başlayırdım ki, film başladı. Dərs oxumağa başlayanda film başladı. Deməli, bu cümlədə birinci budaq cümlə gəlib, sonra baş cümlə. Və yaxud da ki, yenicə dərs oxumağa başlayırdım ki, film başladı. Başa düşdünüz uşaqlar? Çox primitiv bir şeydir. Sadəcə, niyə görə mən bunu yazdım uşaqlar? Bir üsul göstərmədim. Çünki bəzən yenicə, indicə, təzəcə olur. Amma birinci baş cümlə gəlir, sonra budaq cümlə gəlir. Məsəl üçün. Təzəcə öyrəndim ki, gəlirsən. Təzəcə öyrənəndə gəlirsən olar, uşaqlar, xeyr. Təzəcə öyrəndim ki, nəyi, gəlməyini. Yəni, bu qayda tam şəkildə özünü göstərə bilmir. Ona görə gördüyünüz ki, hardasa göstərmir, andadan istifadə olunur. Əgər ki-ni götürüb cümlədə andanı əlavə eləyə bilirsinizsə, onda birinci baş cümlə, budaq cümlə gələcək, sonra baş cümlə. Burada təzəcə var, amma birinci baş cümlə gəlib, sonra budaq cümlə işlənmişdir. Və uşaqlar, yenə də bir şey də izah eləyəcəm sizə. Bunu da nəzərdə saxlayın. Baş budaq cümləni tapmaq istəyirsinizsə, sual verməyi bacarın. Hansı cümləyə sual verirsinizsə, o baş cümlədir. Hansı sizə cavab verirsə, o budaq cümlədir. Baxın, uşaqlar ağlayırdılar. Niyə? Bax, nə edirdilər, ağlayırdılar, yox, niyə? Uşaqlar ağlayırdılar. Niyə? Çünki onları danlamışdım. Uşaqlar ağlayırdılar. Baş cümlə, onları danlamışdım, budaq cümlə. Mən düşünürəm ki, nəyi? Gözü sual verirəm. Sənin oxuyacağını. Bu da olacaq budaq cümlə. Dərs oxumağa başlayırdım ki, film başladı. Film nə vaxt başladı?
dərs oxumağa başlayanda. Biz ikinci cümləyə sual verdik, ikinci cümlə baş cümlədir. Birinci cümlə bizə cavab verdi, birinci cümlə budaq cümlədir. Ümumiyyətlə, baş cümlə şahdır, budaq cümlə vəzirdir. Siz sualı elə bilin ki, şaha verirsiniz, sizə cavab verəcək, deməli, budaq cümlə. Və ümumiləşdirirəm fikrimi bir daha deyirəm, əgər uşaqlar ki olan cümlədə ki-ni andı ilə əvəz eləyə bilirsinizsə, birinci budaq cümlə gəlib, ikinci baş cümlə gəlib. Ümumiyyətlə, yerdə qalan hissələrdə ki ancaq baş cümlədə işlənəcək, budaq cümlədə işlənməyəcək. Ümumi bağlayıcı varsa, bağlayıcı hansı cümlədədirsə, həmin cümlə budaq cümlədir. Yəni, deyirəm, ki ilə bağlı istisna. İndi ki ilə bağlı bir nümunədə də yazacağım, ona da baxaq. Məsəl üçün, evə çatırdım ki, işdən zəng gəldi. Deməli, uşaqlar, evə çatanda işdən zəng gəldi. Deməli, birinci budaq cümlə işlənib, sonra baş cümlə işlənib. Elə bilirəm ki, çətin bir şey demədim. Sonra uşaqlar, bir dənə də nümunə yazıram bura. Biz məğlub olduq. Məğlub olduq. Ona görə ki, hazırlıqsız idik. Biz məğlub olduq. Uşaqlar, sual verirəm. Niyə? Nə üçün? Nə səbəbə? Ona görə ki, hazırlıqsız idik. Mən sual verirəm baş cümləyə, mənə cavab verir budaq cümlə. Primitiv. İkinci gəlir uşaqlar, qarşılıq, deməli, güzəşt və şərt bağlayıcıları. Güzəşt və şərt bağlayıcıları olduğu isə uşaqlar, bir mənalı şəkildə birinci budaq cümlə gələcək, ikinci baş cümlə gələcək. Və onu da yəqin ki, bilirsiniz ki, güzəştlə şərtdə budaq cümlədə istifadə olunacaq da biz onu artıq bilirik. Deməli, uşaqlar, baxın, hərçənd sənə güvənirdilər, onları yanıltdın. Hərçənd sənə güvənirdilər, onları yanıltdın. Primitiv uşaqlar, görürsünüz, hərçənd onları yanıltdın. Birinci budaq cümlə gəlib, ikinci baş cümlə gəlib. Ümumiyyətlə, cümlə hərçəndlə başlayırsa, buralıqda da bir vergül görürsünüzsə, bilin ki, 100% bu tabeli mürəkkəb cümlədir. Şərt, əgər məni dinləsə, bacaracağıq. Əgər məni dinləsə, bacaracaq uşaqlar. Əgər var burada, sasə var burada, tabeli mürəkkəb cümlədir. Birinci budaq cümlə gəlib, sonra baş cümlə gəlib. Olduqca primitiv bir şeydir. Əgər bir halda ki, indi ki, məsəl üçün, indi ki, məni dinləmir, mən də ona qulaq asmayacam. İndi ki, məni dinləmir, mən də ona qulaq asmayacam. Necə olacaq? Birinci budaq cümlə, ikinci baş cümlə gələcək. Ona görə biz nə etməliyik uşaqlar? Bağlayıcıları mükəmməl səviyyədə əzbərləməliyik. Həm aydınlaşdırma səbəb bağlayıcılarını, həm güzəşt, şərt bağlayıcılarını. İndi bu hərçəndlə bağlı bir şeyi göstərəcəm sizə ki, çox mühüm əhəmiyyət daşıyır. İki cümlə yazıram. Birinci cümlə belədir uşaqlar. Balaca hərflə yazacağım ki, əvvəlinə nəsə artıracağam. Mən dedim, ancaq razılaşmadı. Bir də deyirəm uşaqlar. Mən dedim, amma dirənmədim. Diqqətli oluruq, baxırıq. Razılaşmadı o. Dedim mən. Cümlə uşaqlar qarşılaşdırma əlaqəli tabelsiz mürəkkəb cümlədir. Yəqin ki, məndən razılaşırsınız. Sadəcə qabağına bir dənə hərçənd artırıram. Hərçənd. Cümlə döndü oldu tabeli mürəkkəb cümlə. Birinci budaq cümlə gəldi, sonra baş cümlə gəldi. Ən primitiv şeyləri izah edirəm. Dedim mən, dirənmədim mən. Həmcins xəbərli sadə cümlədir.
Qabağına bir dənə hərçənd əlavə edirəm. Hərçənd. Mən dedim, amma dirənmədim. Cümlə döndü oldu 2 qrammatik əsaslı tabeli mürəkkəb cümlə. Yəni uşaqlar, fikrimin canı ondan ibarətdir ki, əgər hərçənd ki görürsünüzsə cümlədə, bilin ki, həmin cümlə tabeli mürəkkəb cümlədir. Və bu dediyim uşaqlar, bağlayıcı vasitəsilə bağlayan tabeli mürəkkəb cümlələr oldu. Bağlayıcı vasitəsi ilə, köməkçi nitq sözü olan bağlayıcı vasitəsi ilə nəzərdə qalsın. Yəqin ki, burada bir çətinliyiniz olmayacaq. Deməli, ümumiləşdirilmiş fikir budur ki, harada tabellik bağlayıcısı görsəm, tabellik bağlayıcısı biləcəm ki, o tabeli mürəkkəb cümlədir. Tabellik bağlayıcısı hansı cümlədədirsə, həmin cümlə budaq cümlədir. Ki istisnadır, ki əsasən baş cümlədə işlənir. Amma kinin yerinə anda qoyanda ki budaq cümlədə işlənmiş olacaq. Bu uşaqlar bağlayıcı vasitələrdən biri olan bağlayıcının özü idi. İkinci danışacağım mən sizlə, bağlayıcı sözlərdən. Bağlayıcı sözlər. Uşaqlar, artıq bu bağlayıcı deyil. Bu bağlayıcı sözlərdir. Bax, yazıram burada. Leksik mənası olur. Bunu yazıram ki, problem yaratmayasınız öz-özünüzə. Bağlayıcının leksik mənası olmur. Bağlayıcı söz neysə, leksik mənası olur. Bəs bağlayıcı söz nədir uşaqlar? Bağlayıcı söz öz funksiyasını itirmiş sual əvəzlikləridir, əsasən. Yaxşı uşaqlar, bax, buraya yazıram. Əsasən funksiyasını itirən sual əvəzlikləri. Yəni, öz funksiyasını itirmiş sual əvəzlikləri bağlayıcı sözlər adlanacaq uşaqlar. İki nüansı yadda saxlayın. Əgər bir cümlədə bağlayıcı söz gəlibsə, birinci budaq cümlə gələcək, sonra baş cümlə gələcək. İkinci nüans ondan ibarətdir ki, bağlayıcı söz, uşaqlar, bağlayıcı söz budaq cümlədə işlənir. Budaq cümlədə işlənir. Bu belə. Yəqin ki, burada problemimiz olmayacaq. Necə ki, bağlayıcılar budaq cümlədə idi. Bağlayıcı sözlər də budaq cümlədə işlənir uşaqlar. Baş cümlədə işlənməyəcək. Nümunələr verirəm uşaqlar. Bir neçə bağlayıcı söz olacaq nümunə yazıram. Bir neçə. Necə? Sual əvəzliyidir də bu. Nə cür? Yəni, hansı? Amma sual funksiyasını itirməlidir bunlar. Kim? Sual əvəzlikləri. Hara, nə tərzdə, nə qədər və s. və elə axırda uşaqlar. Sözün qısası bağlayıcı sözlər sual əvəzlikləri olacaq əsas etibarilə. İndi uşaqlar nümunə yazıram. Deyirəm ki, nə qədər dedinsə, o qədər aldıq. Yəni, dediyin qədər aldıq. Uşaqlar, baxın, nə qədər dedinsə o qədər aldıq. Görün, sonda sual formalaşa bilər. Qəti şəkildə, uşaqlar. Nə qədər burada bağlayıcı sözdür. Funksiyasını itirib artıq. Sual funksiyasını qismən itirib bu. Nə qədər dedinsə o qədər aldıq. Və yaxud da ki, hansını dedin, onu gətirdik. Sizə belə bir cümlə düşsə və verilsə ki, tabeli mürəkkəb cümlənin tərəfləri necə bağlanıb uşaqlar? Təbii ki, bağlayıcı söz vasitəsilə bağlanıb. Və yaxud da ki, kim ki məni dinləyir, öyrənəcək. Və yaxud da ki, öyrənir. Kim ki məni dinləyir, o, yəni öyrənir. Burada fikir verin uşaqlar, ki artıq nə ilə işləndi? Ədatla işləndi. Bu ədatdır, yadınızda qalsın. Yəni, bağlayıcı sözlər ədatla işlənə bilir. Çox primitiv bir şeydir. Bir də yadda saxlayın ki, bu necə, nə cür, hansı, kim, hara, nə qədər, bunlarla bərabər uşaqlar. Deməli, biz belə bir şeylərdə işləyib. O zaman, o vaxt kimi, deməli, sözlərdən də istifadə edə bilirik. Məsəl üçün, o zaman, burada ki işlənəcək artıq ədat formasında. O zaman ki sən gəldin, mən gedirdim.
gedirdim. Yəni uşaqlar, bu bilirsiniz nədir? Sən gələndə mən gedirdim. Yenə də o anda, əndə vasitəsilə fərqlənə bilər. Yadda saxlayın, o zamankini görürsünüzsə, bu bağlayıcı sözdür. Bura bir dənə onda artıra bilərik. Və yaxud da ki, o vaxt ki, o vaxt ki, o vaxt ki, atam məni danladı. O vaxt ki, atam məni danladı, mən məyus oldum. Məyus oldum. Mən nə vaxt məyus oldum? Atam məni danlayanda. Yəni, o vaxt ki, deməli, ifadələrin görürsünüzsə, nəzərdə saxlayın ki, uşaqlar, bu cümlədə artıq birinci baş cümlə gələcək, ikinci, deməli, budaq cümlə gəlmiş, deməli, olacaq. Belə. Sonra uşaqlar, məsəl üçün, belə bir nümunə yaza bilərəm. Məsəl üçün, haçan deyəcəksən, gələcəm. Yəni, haçan desən, onda da gələcəm. O mənada bir şeylər. Çox sadədir də bu. Məsəl üçün, kimi dedin, onu gətirdik. Bu en qədər yazıb çoxaltmaq olar. Sual əvəzliyini götürürsünüz, cümlənin əvvəlində işlədirsiniz, ortasında da işlədə bilərsiniz də. Yəni belə mənə kimi dediyi onu da gətirdim. Mənə hara dediyi orada getdim. Burada kimi, hara öz funksiyanı itirmiş sual əvəzliklədir. Və təkrar edirəm, bunlar bağlayıcı söz adlanır. Həmin bağlayıcı sözdə birinci budaq cümlə gəlir, ikinci baş cümlə gəlir. Nəhayət keçdik üçüncüyə uşaqlar. Bəzi şəkilçilər, məsəl üçün, sasə plus dadə. Sasə plus belə. Sonra uşaqlar, modal sözlər var. Bəzi modal sözlər. Düzü, doğrusu, düzdür, doğrudur. Bir də uşaqlar, bir dənə də ədat var. Mı, mi, mu, mü ədatı. Bax, bunlar gəlirsə, nəzərdə saxlayın. Bağlayıcı vasitədirlərsə bunlar. Birinci budaq cümlə gələcək. İkinci baş cümlə gələcək. Harada ki bunlar var, birinci budaq cümlə gələcək, ikinci baş cümlə gələcək. Məsəl üçün, uşaqlar. Oxusa da anlamır. Oxusa da anlamır. Sasə plus dadə var uşaqlar. Primitiv bir şeydir. Birinci budaq cümlə gəldi, sonra baş cümlə gələcək. Gəlsə belə, yəni yalvarsa belə, gəlsə belə bağışlamaram. Gəlsə belə bağışlamaram. Necə olacaq uşaqlar? Sasə plus belə var burada. Budaq cümlə, sonra baş cümlə. Və yaxud da ki, sasəni yazıram, amma burada görürsünüz şərtdir. Amma şərt kimi yazmıram. Yazıram ki, qaçırsa da və yaxud da ki, qaçacaqsa, deyək ki, arıqlayacaq. Arıqlayacaq. Özüm qısa cümlələr verirəm. Qaçacaqsa, burada sa isədir uşaqlar. Heç bir dəxli yoxdur. Yenə də budaq cümlə, baş cümləyə deməli, sasə ilə bağlanıb və birinci budaq cümlə gəlib. Aralarındakı fərq ondan ibarətdir ki, bunu da yazıram uşaqlar. Bilsə inciyəcək. Yenə də uşaqlar, nə olacaq? Birinci budaq cümlə, ikinci baş cümlə. Bəs bu ikisinin arasındakı fərq nədən ibarət uşaqlar? Fərq ondan ibarət ki, bu cümlədə sasə isədir, isə hissəciyi. Bu cümlədə sasə şərt şəklinin şəkilçisidir. Ona görə sizə bu cümləni versə və yazsa ki, tərəfləri şərt şəkilçisinin şəkilçisi ilə bağlanmış tabeli mürəkkəb cümlədə fikir yanlış olacaq. Çünki bu şərt şəklinin şəkilçisi ilə bağlanmayıb, isə ilə bağlanıb. Bunu bir-birindən fərqləndirməyə bacarmalısınız. İndi uşaqlar, gəldik bu düzü, doğrusu, düzdür, doğrudur. Modal sözlərinə. Çox primitiv qayda. Hərçənd hansı gücü varsa, bunun da tabeli mürəkkəb cümlədə o gücü olacaq. Məsəl üçün, uşaqlar, deyirəm ki, uşaq ağlayırdı. Ağlayırdı. Amma
amma sustu. Sustu. Bax uşaqlar, sustu uşaq, ağlayırdı uşaq. Həmcins xəbərli həmcins xəbərli sadə cümlədir. Bir dənə qabağına doğru, düz bunlardan birini artırıram. Yazıram ki, düzü uşaq ağlayırdı, amma sustu. Artıq düzü varsa burada cümlə döndü oldu. Tabeli mürəkkəb cümlə. Birinci budaq cümlə gəldi, ikinci baş cümlə gəldi. Sənə inanıram. İnanıram. Sənə inanıram. Ancaq o güvənmir. Yəni mən inanıram, o güvənmir. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. İndi yazıram ki, uşaqlar. Doğrusu sənə inanıram, ancaq o güvənmir. Bu necə olacaq? Çox qəşəng şəkildə tabeli mürəkkəb cümlə olacaq. Yəqin ki, mən fikrimi sizə çatdırmağı bacarıram uşaqlar. Çox primitiv şeylərdir bunlar. Düzü, doğrusu, hərçənd ki, düzdür, doğrudur cümlənin əvvəlində görsəz və həmin cümlədə bu vergül falan mürəkkəb cümlə strukturu görsəz, bilin ki, tabeli mürəkkəb cümlədir və birinci budaq cümlə gəlir. Primitiv. Mümumi ədatı haqqında ayrıca danışıram uşaqlar. Mümumi ədatı, yəni ədat da bağlayıcı vasitə ola bilər. O zaman bağlayıcı vasitə ola bilər ki, siz m-nın yerinə sasəni qoya biləsiniz. İkincisi isə cümlənin sonunda sual olmasın. Məsəl üçün, uşaqlar, baxın. Gəldimi məni çağır. Yəni, gələndə məni çağır. Gəldisə məni çağır. Oxudumu? Oxudumu? Yəni, oxudumu? Təriflə. Yəni, oxudusa təriflə mənasında. Burada artıq bağlayıcı vasitədir uşaqlar. Və birinci nə gələcək? Budaq cümlə, ikinci nə gələcək? Baş cümlə gələcək. Bəs haçan bağlayıcı vasitə olmur mümumi. Əgər mümumini uşaqlar ki ilə əvəz edə bilirsinizsə və cümlənin sonunda sual varsa, bu artıq bağlayıcı vasitə deyil. Məsəl üçün, bax uşaqlar. Bilirmi sən gələcəksən? Bilirmi sən gələcəksən? Bura ki artıra bilirəm də uşaqlar mən, düz deyilmi? Bilirmi ki sən gələcəksən? Deməli, mi burada sırf elə sual ədatıdır, funksiyasını itirməyib, birinci baş cümlə gələcək, sonra budaq cümlə gələcək. Qaldı uşaqlar, dördüncü və sonuncu. Dördüncü. İntonasiya vasitəsilə. Sonra intonasiya vasitəsilə ən çox belə olur, ən çox. Birinci baş cümlə, niyə mən belə işarə qoyuram? Birinci baş cümlə, sonra budaq cümlə işlənir, deməli. Birinci baş cümlə, sonra budaq cümlə işlənir. Amma hər ikisi mümkündür. Birinci budaq cümlə, sonra baş cümləndə işlənməyi mümkündür. Məsəl üçün, öyrənib səni öyrənib ki, yəni öyrənib səni danlayırlar. Yəni öyrənib ki, səni danlayırlar. Və yaxud da ki, gəlir sənlə danışacaq. Danışsın daha doğrusu. Gəlir sənlə danışsın. Yəni gəlir ki, sənlə danışsın. Bu struktura. Məsəl üçün deyirik ki, dişin ağrıyır, belə bir ifadə məşhurlaşıb. Dişin ağrıyır, çək, qurtar. Yəni dişin ağrıyırsa, çək, qurtar mənasında. Uşaqlar, burada sasəni biz əlavə eləyə bilirik. Sonra nə fikirləşə bilərik? Məsəl üçün, ürəyin ağrıyır, ürəyin ağrıyır, vergül, həkimə get. Həkimə get. Bu formada. Və yaxud da ki, sası ilə sasəni birinci budaq cümlənin gəlmək üçün necə deyə bilərik? Bilir, testi ver, işləsin.
Yəni bu intonasiyadan asılı olaraq uşaqlar biz belə də deyə bilərik. Bilir, testi ver işləsin. Bu artıq tamam başqa bir şey olacaq. Amma mən deyirəm bilir, testi ver işləsin. Yəni bilirsə, testi ver işləsin. Başa düşdünüz uşaqlar o formada. Burada olacaq intonasiya vasitəsilə. Bəzən uşaqlar kini artıra bilirsinizsə, bunu həmişə yoxlayın. Kini artıra bilirsinizsə, cümlə olacaq deməli tabeli mürəkkəb cümlə. Yəni kini artırmaq bəzi cümlələrdə mütləq vasitə kimi qabağımıza çıxacaq. Bu oldu intonasiyaya bağlananlar. İndi uşaqlar növbəti nüansı öyrədirəmsə, bu bağlayıcı vasitə deyil. Əvəzlik gəlib. Əvəzlik gəlib. Baxın uşaqlar, qabağına da yazıram ki, bağlayıcı vasitə deyil. Yəni baş cümləni, budaq cümləni baş cümləyə bağlamağa xidmət eləmir bu. Bağlayıcı deməli vasitə deyil. Yəni bura kimi bağlayıcı vasitə idi, amma bu bağlayıcı vasitə deyil. Nədir əvəzlik gəlib uşaqlar? Əvəzlik gəlib əsas etibarilə deməli işarə əvəzli, əsasən işarə əvəzliklərlə, işarə əvəzlikləri ilə ifadə olunur. Gəlib bilirsiniz də nədir? Qəlibləşdirmək, qəlibə salmaq falan filan. Yəni əvəzlik gəlib deyəndə çərçivəyə salmaq nəzərdə tutulur. Başa düşdünüz? Əvəzlik gəlib baş cümlədə işlənir. Bax yadda saxlayın. Əvəzlik gəlib baş cümlədə işlənir və əvəzlik gəlib baş cümlədə hansı suala cavab verirsə, yəni əvəzlik gəlib baş cümlədə hansı cümlə üzvü vəzifəsindədirsə, budaq cümlədə həmin cümlə üzvünü izah eləyəcək. İndi əvəzlik qəlbi nümunələr yazıram uşaqlar burada. Məsəl üçün, o, bu, elə, belə, odur, budur, onda, bunda, kim ne yazır? Ondan, o vaxt, o zaman, o qədər, ora, bir də bura. Zərflər deyirəm də. Bunlar uşaqlar, bunlar əsasən əvəzlik qəliblərimizdir. Deməli, əvəzlik gəlib çərçivəyə salır cümləni. Bax, məsələn, belə bir şey yazıram ki, deməli, buradan bölək ki, cümləni tam şəkildə yaza bilim mən sizə. Məsəl üçün, elə danış ki, bax, uşaqlar, elə burada feildən əvvəl gəlib. Görürsünüz, nə et danış, necə, nə cür, nə tərzdə elə. Biz artıq burada eləni izah eləyəcək. Elə danış ki, sənə hörmət etsinlər. Hörmət etsinlər. İndi bunu sadə cümləyə çevirirəm ki, siz görə biləsiniz bunu. Baxın uşaqlar, sənə hörmət edəcəkləri tərzdə danış. Nə et danış, necə, nə cür, nə tərzdə, sənə hörmət edəcəkləri tərzdə. Nə et danış, necə, nə cür, elə. Gördünüz uşaqlar, burada elə, burada da sənə hörmət edəcəkləri tərzdə. Bu sadə cümlədə artıq. Deməli, burada birinci gələcək baş cümlə, ikinci gələcək budaq cümlə. Bu formada. Və yaxud da ki, uşaqlar, əlavə nümunələr yazıram. Məsəl üçün, o insan hər şeyi bacarar ki, tələsməsin. Baxın uşaqlar, kim insan, hansı insan, o insan. Deməli, bu tələsməsin artıq onu izah edir. Yəni, tələsməyən adam hər şeyi bacarar. Hansı adam? Tələsməyən adam. Başa düşdünüz? Bu formada qurulur, əvəzlik gəlib. Məsəl üçün, istəyimiz budur. İstəyimiz budur, sən oxuyasan. Budaq cümlə nəyə aiddir burada uşaqlar? Xəbərə aiddir. Fikir verin, budur. Nədir? Budur. Yəni, istəyimiz sənin oxumağındır. Budur, sənin oxumağındır. Başa düşdünüz? Əvəzlik gəlib budur. Sonra uşaqlar, o vaxtı deyirəm. O vaxt sənə güvənərəm ki,
O vaxt sənə güvənərəm ki, bunu edəsən. Edəsən. Nə edərəm? Güvənərəm. Nə vaxt, nə zaman, haçan, o vaxt. Yəni, bunu edəndə sənə güvənərəm. Nə vaxt, nə zaman, haçan, bunu edəndə. Başa düşdünüz, inşallah, əvəzlik gəlib budur. İndi bir də yadda saxlayın ki, bu ki-ni buradan çıxarsaz, gətirsəz, qoysaz o vaxtının qabağına, onda artıq bu bağlayıcı söz olacaq. Əvəzlik gəlib olmayacaq. Bunu da nəzərinizdə saxlayın. Yəni, məsəl üçün, mən belə bir cümlə yazsam, o vaxt ki, sənə güvəndim, o vaxt ki, sənə güvəndim, məni utandırdın. Utandırdın. Yəni, sənə güvənəndə məni utandırdın. Burada artıq birinci budaq cümlə gəlib, ikinci baş cümlə gəlib. Yəni, ki, o vaxtdan sonra gələndə, o zamandan sonra gələndə yadda saxlayın, birinci budaq cümlə işləmiş olacaq. Əvəzlik gəlib ayət sonuncu nümunəni yazıram, uşaqlar. Məsəl üçün, yazıram ki, onu da bilirəm ki, baxışaq, nəyi bilirəm, nəyi? Onu da bilirəm ki, heç nə bilmirəm. İndi uşaqlar, bu əvəzlik gəlibdir. Yəqin ki, əvəzlik gəlibi artıq başa düşdük. Qəlibə salır və əsasən işarə əvəzliklərindən istifadə olunur. Qaldı son nüansımız uşaqlar. Nəyi biz bilməliyik? Bilməliyik qarşılıq sözü. Qarşılıq söz. Uşaqlar, qarşılıq söz baş cümlədə işlənir. Baş cümlədə olur. Baş cümlədə olur. Nədir qarşılıq söz uşaqlar? Qarşılıq söz özü əvəzlik gəlibdir. Əvəzlik gəlib. Bəs niyə görə buna əvəzlik gəlib demirik? Yadda saxlayın, əgər bağlayıcı sözün, budaq cümlədəki bağlayıcı sözün qarşılığında bir qarşılıq söz işlənəcəksə, əvəzlik gəlib işlənəcəksə, ona qarşılıq söz deyəcəyik biz. Məsəl üçün, baxın uşaqlar, deyirəm ki, necə sual əvəzliyidir axı? Necə dedi, elə də etdim. Baxın, bu elə də əvəzliyi var, uşaqlar. Bu elə də əvəzliyi gəlibdir. İşarə əvəzliyi. Bu cümlədə qarşılıq sözdür. Niyə? Necə də sual əvəzliyinin qarşılığıdır. Yəni, bağlayıcı sözün qarşılığıdır. Başqa bağlayıcı söz deyirəm. Kim ki oxuyur, bacaracaq. O da bacaracaq. Baxın, uşaqlar, birinci budaq cümlə gəlib, sonra baş cümlə gəlib. Kim ki, burada uşaqlar, bağlayıcı sözdür. Başqa bağlayıcı söz deyirəm. Hara? Haradan dedin, oradan götürdüm. Yəqin ki, görə bilirsiniz uşaqlar. Haradan bağlayıcı sözdür. Öz funksiyasını itirmiş sual əvəzliyi. Onun qarşılığı oradan. Əvəzlik gəlibdir. Amma biz buna əvəzlik gəlib yox, bağlayıcı söz deyəcəyik. Daha doğrusu, qarşılıq söz deyəcəyik. Yəni, bağlayıcı sözün qarşılıq sözüdür bu. Qarşılıq söz baş cümlədə işlənir. Bağlayıcı söz isə budaq cümlədə işlənir. 2 dənə də nümunə verirəm, yekunlaşdırırıq bununla da uşaqlar. Məsəl üçün, deyirəm ki, nə qədər tapşırıldı. Baxın, o qədər aldım. Yəni, tapşırıldığı qədər. Nə qədər bağlayıcı sözdür, o qədər əvəzlik gəlib qarşılıq söz olacaq. Birini də yazıram. Mən nəyi deyirəm, onu da icra et. Nəyi burada bağlayıcı sözdür, onu da işarə əvəzliyidir. Görürsünüz uşaqlar, qarşılıq sözdür. Birinci budaq cümlə, ikinci baş cümlə gələcək. Bu da oldu uşaqlar bizim tabeli mürəkkəb cümlə haqqında bilməli olduqlarımız. Yəni primitiv şeylərdir tabeli mürəkkəb cümlə ümumi baxanda bizə düşəcək səviyyədəyəm.